Herkese selamlar. Bu dersimizde break, continue ve past kimi funksiyaların nə üçün istifadə olunduğunu, harada, nə zaman tətbiq etməliyik, onu göstərəcəm. Pythonda break, continue və past kimi funksiyalar dövr operatorları, hansı ki loop dediyimiz while və for döngüləri, eyni zamanda şərt operatorları işləyərkən çox faydalıdır. Bu funksiyalar kodun axarını idarə etməyə və təkrarlanan əməliyyatları müəyyən şərtlərə əsasən dəyişdirməyə imkan verir. Bu dərsimizdə for və while dövr operatorları ilə həmin funksiyaların necə işləndiyini izah edəcəm. İlk öncə break funksiyasından başlayaq. Break funksiyası bir növ qırılma deməkdir. Dövrü dayandırmaq üçün istifadə olunur. Yəni bizim bir döngümüz var və onun istənilən nöqtəsində breakdən istifadə edərək dövrü dərhal dayandırıb növbəti əməliyyata keçmək üçün kodu icra edirik. Bir nümunə üzərindən gedək. Bizim bir for döngüsü yazaq, hansı ki bir aralıq götürərək, məsələn 1 və 11 deyək. Və bu for döngümdə mən istəyirəm ki, mənim dəyərim 5-ə çatdıqda dövr dayansın. Məsələn, deyirəm ki, i bərabərdir 5 olduqda şərt qoyuram və break olsun. Burada artıq deyirəm ki, sən okey, mənim dövrümü icra elə, amma mən sənə şərt qoyuram ki, i 5-ə bərabər olanda dövrümü dayandır, yəni stop elə. Breakdən sonra heç bir şey yazmırıq və forun öz əməliyyatını qeyd edirəm, hər birini çap eləsin istəyirəm. Burada breakdən dövrü erkən bitirmək istədikdə istifadə edilir. Əgər dövrün şərtləri doğrudursa, yəni bu şərtimiz ödənilirsə, artıq break əmri yerinə yetirilir və dövr dayanır. Run etdikdə görərik ki, 1, 2, 3, 4-ə qədər gəldi və artıq i-nin 5 qiymətində bu şərti yoxlayır. Düzgün olur deyib break deyir. Break olduqdan sonra, yəni dövr dayandıqdan sonra artıq bu funksiya, bu əməliyyat bitir. Və bundan əlavə yazdığımız hər hansısa bir burada bir əməliyyatımız olsa, onu yerinə yetirir. Məsələn, bitdi deyək və yenidən run edək. Gördüyünüz kimi bunu run etdi. Yəni break sadəcə kod blokunun daxilində olduğu funksiyanı dayandırır. Digər bir funksiyamız continue funksiyasıdır. Continue funksiyası dövrün cari iterasiyasını atlayır. Yəni sənə deyir ki, okey, bunu dayandır, növbətiyə keç. Yəni continue, davam et. Bu dövrün qalan hissəsinin icrasını dayandırmır. Amma müəyyən şərtlər altında təkrarlanan bəzi əməliyyatlar atlamağa imkan verir. Məsələn, sən bir neçə əməliyyat edirsən, sadəcə bəzilərini ortada buraxmaq istəyirsən. Onlar olunmasın istəyirsən, bu zaman continue istifadə olunmalıdır. Məsələn, belə bir for döngüsü yazaq. Mən müəyyən bir aralıqda tək ədədləri çıxartmaq istəyirəm. Yəni cüt ədədlər çapa verilsin istəmirəm. Bu zaman şərti necə yazıram? For döngümü qurdum və daha sonra şərt yazıram if. Əgər mənim elementim 2-yə qalıqsız bölünürsə, deməli bu ədədim cütdür və sən onu print etməyə mənə. Yəni əgər ədəd cütdürsə, növbəti iterasiyaya keç. Bunu yerinə yetirmə. Burada artıq yenidən əməliyyatımı qeyd edirəm. Print i deyək. Və bu qədər. Bir də sonda deyək ki, print bitdi. Burada məqsədimiz nədir? Biz bir for döngüsü yazırıq və bəzi əməliyyatların döngümün içərisində olmamasını istəyirik.
Bunun üçün continue funksiyası deyirik. Yəni gəlsin, şərtimi yoxlayır. Əgər cüt ədəddirsə if-in içinə daxil olur və continue funksiyasını gördükdə artıq bundan sonrasına getmir. Burada kod bloku ə, həmin dövrünü dayandırır və növbəti dövrə keçir. Break ilə continue'da fərq budur ki, break'i gördükdə artıq kod blokun içindən çıxır. Yəni bütöv əməliyyatı bitirir. Amma continue-da isə həmin iterasiyanı bitirir. Növbəti iterasiyaya keç deyir. Bunu run etsək görərik ki, yalnızca gördüyünüz kimi bütün tək ədədlər çapa verildi. 11 dediyimiz kimi range-də daxil olmur. Burada 1-dən 10-a qədər gedir. Və kod blokumuz bitdikdən sonra, yəni for-un əməliyyatı bitdikdən sonra digər əməliyyatımıza keçir, onu da run edir. Digər bir funksiyamız pass funksiyasıdır. Pass funksiyası Pythonda heç bir əməliyyat yerinə yetirilməyən bir boş əməliyyat olaraq istifadə edilir. Pass kodun sintaksinin tələblərini yerinə yetirməyə kömək edir, amma heç bir fəaliyyət həyata keçirmir. Bu daha çox bir şərtin və yaxud da bir kod blokun yalnız mövcud olduğunu bildirərkən istifadə olunur. Yəni sən bir neçə şərtin var və onları yoxlamaq istəyirsən. Əgər o şərtin ödənirsə, pass deyirsən, yəni keç. Bu əməliyyatı keç etmə bir növ. Yəni o formada izah edə bilərəm. Məsələn, bir nümunə üzərindən gedək. Bizim bir yaşımız olsun, hansı ki 18 və mən if şərti ilə 18-i yoxlamaq istəyirəm. Bu zaman şərt qoyuram ki, yaşım 18-dən kiçikdirmi və şərtimi qoyduqdan sonra burada pass deyirəm. Burada heç bir əməliyyat yerinə yetirilmir, lakin kodum səhv də vermir, yəni yanlış qaytarmır. Və daha sonra else-dən istifadə edərək default halımı da qeyd edirəm. Məsələn, print desin, yetkin yaşdasız. Burada kodun məntiqi odur ki, sizin userləriniz var və useriniz yaşını daxil edir. Onun yaşı 18-dən kiçik olduqda siz istəmirsiniz ona hansısa bir error ya da hansısa yanlış bir mesaj getsin. Bu zaman pass deyirsiniz. Yəni pass keç bir növ. Bu əməliyyatı görməzdən gəl, davam et. Mənası budur. Bunu 17 edək. Gördüyünüz kimi bizə heç nə qaytarmadı. Nə error, nə də başqa bir şey. Çünki burada pass dedik. Amma yaşımızı 18 etsək, if şərti artıq doğru olmadığı üçün mənə else default şərtimi yerinə yetirdi. Burada if-in daxilində heç bir əməliyyat yerinə yetirilmir. Amma təbii ki, siz bura müəyyən əməliyyatlar əlavə edə bilərsiniz. Hansı ki, o əməliyyatlar yerinə yetirsin, daha sonra pass getsin. Ümumi bir təkrar gedək. Break funksiyası dövrü dərhal dayandırmaq üçün istifadə olunur. Dövrü müəyyən bir şərt doğrultusunda dayandırmaq istəyirsinizsə, break istifadə olunmalıdır. Continue funksiyası cari iterasiyanı atlayır və növbəti iterasiyaya keçir. Dövrü müəyyən hissələrini atlamaq və yaxud da yalnız şərt uyğun olanları icra etmək istəyirsinizsə, continue istifadə etməlisiniz. Pass cari əməliyyatlarda heç bir əməliyyat yerinə yetirilmir və sadəcə boş blok yaratmaq üçün istifadə olunur. Boş funksiyalar və yaxud da şərtlər üçün yer saxlamaq, gələcəkdə əlavə əməliyyatlar yazmaq məqsədi ilə istifadə oluna bilər. Məsələn, siz bir proqram ya da app qurursunuz. Orada hələ ki, burada yaza biləcəyiniz bir əməliyyatınız yoxdur. Amma dayanmaq da istəmirsiniz. Bu zaman passdən istifadə edə bilərsiniz. Yəni, passin üstünlüyü bunlarda.
və bu zaman sizin kod blokunuz səhv qaytarmır. Sadəcə gələcəkdə gəlib orada yeni əməliyyatlar qeyd edə bilərsiniz. Bu funksiyalar nested loop, hansı ki, iç-içə dövrlərdə və yaxud da şərt operatorlarında birlikdə işləyərək daha mürəkkəb əməliyyatlar yerinə yetirə bilər. Bir mürəkkəb nümunə yazaq. Məsələn, biz cəmi 2 olduqda hansısa bir for döngülərində növbəti iterasiyaya keçən, amma dəyərimiz 3-ə çatanda dövrü dayandıran bir loop for döngüsü yazmaq istəyirik. Bunu necə yazaq? Məsələn, bizim 2 for döngümüz olsun. 1-dən 3-ə. Bu zaman 1-4 aralığı deyək. Və daha sonra ikinci for döngümüzü yazaq. Şey deyək buna. Burada hər iki forda eynisini yazmaq düzgün deyil. Çünki bu zaman siz həmin elementlərdən istifadə etdikdə proqram düzgün işləmir. Və şərtimizi yazaq. Mən istəyirəm ki, J 2-yə bərabər olanda continue desin. Yəni dövrü qırmasın, amma davam etsin. Bu zaman continue deyirəm. Və bir ifim daha olsun, hansı ki i 3-ə bərabər olanda dövrü qırsın. Yəni bu i 3-ə bərabər olduqda artıq mənə desin ki, bitdi. Bunun da şərtini yazıram. Burada artıq break istifadə edirəm. Və daha sonra forun əməliyyatını yazıram. Burada ədədlərin mən hasilini götürə bilərəm ya da çapa da verə bilərəm F-stringdən istifadə edərək. Və indi run edək. Run etməzdən əvvəl sizə kod blokun önəmini göstərmək istəyirəm. Gördüyünüz kimi bütün bunlar eyni hizada getdi, necə deyərlər. Yəni çünki bunların bir-biri ilə əlaqəsi yoxdur. Yəni bu əməliyyatı yoxladıqdan sonra buna keçir və daha sonra yenidən buna keçir. Aha, run etsək görərik necə oldu. I-nin bir qiymətlərində okey, 1 qaytardı. Amma görürsünüz ki, burada 3-ə keçdi direkt. Çünki J 2-yə bərabər olduğu halda artıq continue dedik. Yəni dedi ki, bunu pas et. Göndərmə bunu. Və J 3 oldu. Daha sonra i-nin 2 qiymətləri gedir. Yenidən 1 və J-nin 3 qiymətini qaytarır. Çünki 2-də continue demişik. Artıq i-nin 3 qiyməti yoxdur. Səbəbi isə budur ki, biz burada şərt qoymuşuq ki, i 3-ə bərabər olduqda break desin. Yəni qır, əməliyyatı dayandır. Bu dərsimizdə break, continue, pass funksiyalarının necə işlədiyini, necə istifadə edildiyini öyrəndik. Break və continue dövrün idarə edilməsini sadələşdirir. Pass isə əgər daha uzun, daha mürəkkəb kodlar yazırsınızsa, gələcək kod inkişafı üçün istifadə olunur. Yəni bu funksiyalar Pythonda dövr operatorları, şərt operatorları ilə işləmək üçün çox faydalıdır və proqram yazarkən kodun daha oxunaqlı, daha idarə edilə bilən olmasında sizə kömək edir.